Hamınızı salamlayıram və Sveta xanım qeyd elədi, biz oktyabr ayında Vivasan şirkətinin 15 ilində möhtəşəm bir tədbirdə iştirak eləmişik. Hamınızı arzu edirəm ki, inşallah bu tədbirlərdə iştirak eləyəsiniz. Və orada bir daha biz əmin olduq ki, biz burada otururuq balaca bir zalda, amma orada şahid olduq ki, Vivasan şirkəti beynəlxalq aləmdə iri addımlarla gedən böyük bir şirkətdir və mən fəxr elədim ki, bu şirkətdə az da olsa öz əməyim var, çalışıram. Vivasan şirkəti dünya arenasına ilk dəfə öz etir yağları ilə çıxıb və bu məhsullar ona uğur gətirir. Efir yağları ilə müalicə qədimdən 6-7 min il bundan əvvəl bəşəriyyətə məlum olub. Qədim Romalılar bundan geniş istifadə edib. Hətta indi faraonların ehramlarında bu yağların analogu olmayan qaçışıqlarının qalıqları tapılır. Və efir yağlarının insan bədəninə təsiri həm sağlamlaşdırmaqda, həm cavanlaşdırmaqda, ilk növbədə isə sinir sisteminin fəaliyyətini normallaşdırmasında istifadə olunur. Dəri vasitəsilə, qoxu üzvləri vasitəsilə müalicələr olub. Üstəlik, hazırda Vivasan şirkətinin hazırladığı yüksək keyfiyyətli və təmiz efir yağları o qədər təmizdir ki, ondan hətta daxilə də qəbul etməyə biz qəbul edirik və yüksək effekt görürük. Bu məhsulları Vivasan şirkətinin tərəf müqabili Elixsan Aromatika şirkəti təqdim edir və Braziliyanın São Paulo şəhərinin cənubunda böyük bir zavoddur. Bu zavodun özünün 52 hektar sahəsi var və Almaniyada, Braziliyada, Afrikada böyük plantasiyaları, ətin sahələri var. Razmarin, efkalit, reyhan, müxtəlif bu efir yağlarından, pakülü, efir yağı, ilan, apelsin, limon, çay ağacı efir yağları, bəli, 20-dən çox efir yağıdır ki, bugün Elixsan Aromatika şirkəti bizə təqdim edir və bunların da hər birinin ayrı-ayrı təsiri, həmçinin də bu efir yağlarının hamısının bir ümumi cəhəti var ki, sinir sistemi fəaliyyətini stabilləşdirir, normallaşdırır, depresiyadan çıxardır, antioksidant və antiseptik təsirləri var. Çoxdur, hər birimiz yəqin ki, bu şirkətin məhsulları ilə tanış olanda ilk əvvəl efir yağlarını əldə edirik və nəticələr də çoxdur. Ancaq qısa bir məlumat üçün verim ki, məsələn, ətirşəkgeran efir yağından sinir sistemini sakitləşdirir, normallaşdırır, yuxu gətirici, mərdaltı vəzin və qaraciyərin funksiyasının normallaşdırılmasına kömək edir və qanda şəkərin miqdarının normallaşması və aşağı salmasına kömək edir. Ona görə biz bunu adətən şəkər xəstələrinə məsləhət edirik. Apelsin yağı güclü antioksidantdır və sinir sistemini sakitləşdirir, yuxu gətirici xassəsi var. Aroma lampalarla biz evdə bunu həm əhval-ruhiyyəmizi yaxşılaşdırmaq üçün, həm sakitləşdirmək üçün istifadə edirik. Qanı təmizləyir, öd kisəsi daşlarının əmələ gəlməsinin qarşısını alır. Reyhan bazili, Tabadra, qızdırma xəstəliyində, bronxitdə, soyuq dəymədə, həzmin pozulması zamanı bu reyhan efir yağından istifadə edirik. Qədimdən Azərbaycan ərazisində ümumiyyətlə reyhan bir ərzaq bitkisi kimi biz istifadə edirik. Onun kompotunu həmişə süfrəyə qoyuruq. Yəni Azərbaycan adına bu. Və adətən aş veriləndə, suya ağır işməkli qaraciyacı. Hökmən bu kompot, bu içkilər hazırlayıb süfrəyə qoyuruq. Deməli, bu qədimdən bizə də, bizim ata-babalara da məlum olur. Limon, qanda xolesterini aşağı salır, artrit, revmatizm, soyuq dəymə xəstəliklərində, qida zəhərlənməsində, öd kisəsi daşının xəstəliyində, baş ağrısını götürür və s. Ləkələri aparır. Batrənç, onun biri, batrənç, bizdə buna batrənç və ya limon otu deyilir, melisa, limon melisa. Hazırda Naxçıvanın Ordubad şəhərinin dağ kəndləri var. Bu bitki orada yabanı halda bitir. Onun tohumlarını şəxsən mənə çox böyük çətinliklə əldə edib göndərmişlər. Bölək daşın
börəkdə daşları əritmək üçün. Bizdə qədimdən bu xalq təbaqətində bu batryanç bitkisindən istifadə olunur. Hazırda Vivasan şirkəti sağ olsun hazır məhsulu bizə təqdim edir, çətinlik olmadan alıb öz problemlərimizi həll edə bilirik. Limon, apelsin yağından bəli, dəridəki müxtəlif ləkələrin, problemlərin aradan qaldırılmasında kosmetik kremləri əlavə etməklə gözəl nəticə əldə etmək olur. Mən nanə efir yağından, nanə cövhər efir yağından danışmaq istəyirəm. Bu efir yağını çoxdan alışdıq, evdə var idi. Baş ağrısında istifadə edirdim. Diş ağrısı, baş ağrısı çox tez effekt verir. Və bir dəfə ayaqlarımda bu baldır hissədə su durqaları olurdu gecələr. Onun ağrısına oyanırdım. Hər bir vasitədən istifadə edirdim, düzdür, kömək eləsə də, amma bu su durqalar bırakmırdı. Ayaq kremini, öz Vivasan şirkətimizin ayaq kreminə bir neçə damcı nanə cövhər damızdırıb ayaqlarımı masaj elədim 10 gün. İnandırım sizi, fevral ayından bugünə kimi bu axır vaxtda deyəsən havaların soyuqmağı ilə bir-iki dəfə olub. 7-8 ay mən bilmədim ki, o su durqa hara getdi. 10 gün mən ayaqlarımı o nanə cövhərlə ayaq kremi və ya timyan kremi nə olsa həm möhkəm qızışdırır, qan damarlarını, dövranını yaxşılaşdırır, həm də o problemi həqiqətən də əzələ ağrısını, su durqaları götürür. Onun təyinatında da bu var, nanə cövhər yağı. Bir də o qədər bu yağa vuruldum ki, hamız qadını da bu deyim. Mənim bədənimdə kiçik, hamı da bu oyunda görsüz yaşa dolunca kiçik papillomalar əmələ gəlir. Və bir bədənimdə yenə bir neçə dənə iri belə ziyirlər əmələ gəldi. Məni narahat edir, nəsə adamın xoşluğuna gəlməyən bir halda. Mən əlimdəcə o nanə cövhər yağı ilə həmin o papillomaları yağladım. Bəzən jojoba ilə bir yerdə, bəzən tək, pambuğu istadı. Və bir aydan sonra baxıram ki, onlar hamısı tökülür. Buklarla əlimi çəkirəm, əlimdə qalırlar. Bir 10-15 dənə xırda virusda bu ziyirlər idi. Nanə cövhər yağı onları tamamilə qurutdu, döktü və onun da virusa qarşı, bakteriyalara qarşı güclü antiseptikdir. Bu yağları həm ayrılıqda istifadə edənlər var, həm də bizim həkimimizin gözəl reseptləri var idi. Onun mazirəsində mən bir neçəsini qeyd elədim. Məsələn, qan azlığında limon, nanə, razmarin, lavanda, timyan bunları inhalyasiya etmək, vanna, masaj yolu ilə istifadə etməklə qan azlığı problemini aradan qaldırmaq olur. Angina xəstəliyində limon yağı, ətir, şah, şalfe, evkalipt, 33 ot, bunlarla qarqara edirsiniz, inhalyasiya edirsiniz, sütkü yolu ilə boğazı təmizləmək olur. Yüksək temperaturda bir çay qaşığı bala, 3 damcı evkalipt, 3 damcı 33 yağ, 33 ot və bir neçə damcı çay ağacı döküb, bunu deməli qarqara etmək və yaxud 100 qram arağa evkalipt damcısı 6-7 damcı döküb, soyuq kompres qoymaq yolu ilə temperaturu aşağı salmaq olar. Və mən əlbəttə arzu edərdim ki, bizim heç bir qadının sağlamlığı ilə bağlı problemi olmasın və bu problemlərin olmaması üçün əvvəlcədən biz tədbir görək, əvvəlcədən öz sağlamlığımızın qarşısına qalaq və sağ olsun Vivasan şirkətimizdən ki, bizə belə gözəl məhsullar təqdim edib, biz bu qarda özümüz qalaq. Çox sağ olun.